Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə sözün hansı nitq hissəsinə aid olduğunu cümlə daxilində necə müəyyən etmək lazımdır, onun bir-iki qaydasını deyəcəm. Ümumiyyətlə biz bilirik ki, sözlərin morfoloji sualı da var, yəni qrammatik cəhətdən verdiyimiz nitq hissəsi kimi sualı da olur və cümlə daxilində onun tutduğu vəzifəsini, yəni sintaktik vəzifəsinin sualı da olur. Biz sözün hansı nitq hissəsinə aid olduğunu cümlə daxilində müəyyən etmirik. Cümlədən kənarda çıxarıb başlanğıc formasını müəyyən edib sual veririk və biz onu hansı nitq hissəsində öyrənmişik, belə aydınlaşdıracağıq. Məsələn, deyirəm ki, bağımızdakıları, gəlin bu nümunənin üzərindən baxaq. Məsələn, deyirəm ki, bağımızdakıları apardım. Cümləmizi təhlil edəndə belə təhlil edirik. Apardım, nəyi apardım? Bağımızdakıları. Və bizə də deyib ki, tutaq ki, hansı cümlədə sifət işlənib. Məsələn, A variantında da bizə bu cümləni verib. Biz ən böyük səhvimiz nədir? Nitq hissəsi axtaranda cümlə üzvü kimi təhlil eləməyə başlayırıq. Apardım, xəbər, nəyi bağımızdakıları və salam. Nəyi sualı da yadımızda qalıb ki, bu ismin sualıdır. Kim, nə, hara? Elə daha bu isimdir. Yadımızda qalsın ki, nitq hissəsini axtaranda biz cümləni təhlil etməyəcəyik. Ən yanlış yollardan biridir. Biz sözə tək-tək baxıb və başlanğıc formasını müəyyən edib kənarda sual verəcəyik. Bax sözün köküdür, ımız qrammatikdir, dakı leksikdir, lar, bu da qrammatikdir. Bu başlanğıc forması bu sözün hara olacaq? Bağımızdakı. Yaxşı, biz nitq hissələrini keçəndə nə demişik? Demişik ki, dakı yalnız hansı nitq hissəsini düzəldir? Sifəti düzəldir, düzdürmü? Və sualı da ancaq hansı sualıdır? İndi və biz demişik ki, dakı yalnız sifət düzəldir. İndi bu sözün nitq hissəsi nə olacaq? Bağımızdakı sifəti. Bəs müəllim, burada nəyi sualını verdim? Sən burada verdiyin cümlə üzvünün, tamamlığın sualıdır. Və bu ismin qrammatik özəl şəkilçiləridir. Sən bunu atanda qrammatiklər nitq hissəsini dəyişməyəcək. Əlində nə qalıbsa başlanğıc forma nitq hissəsini tapmaq da çox önəmlidir. Başlanğıc formanda nə qalıbsa həmin nitq hissəsi də olacaq. Və salam, sən daha cümlədəki sualı unudacaqsan. Tamamlığın sualı idi o sən verdiyin. Nəyi sualı? Tamamlığın sualıdır. Bunu bir mənalı yadda saxlayırıq. Və bilirik ki, sifət isimləşə bilər, yəni müvəqqəti ismi xüsusiyyətini daşıya bilər, say ismi xüsusiyyətini daşıya bilər, fe'li sifət ismi xüsusiyyətini daşıya bilər. Amma o demək deyil ki, həmin nitq hissəsidir. Məsələn, yazaq ki, oxuyanlardan soruş. Kimdən soruş dedin və salam. Burada adamın evini özü yıxır. Kimdən soruşub, nə bilim, isimdir, yox. Oxuyanlardan soruş. Yenə gətirirsəm, bu ismə aid şəkilçiləri buradan atırsan. Əlində nə qaldı? Oxuyan. Sən bu an ən şəkilçili feilləri harda öyrənmişdin? Fe'li sifətdə. Demək, bu sözün nitq hissəsi nə olacaq? Fe'li sifət. Sadəcə nə baş verib? İsmin xüsusiyyətini qəbul edib, müvəqqəti ismi əvəz edib. Bu da isimləşmə sayılır. İsimləşmə də nitq hissəsini dəyişməyəcək. Bunları yadınızda saxlayırsınız və salam, hər şey qaydasında olur. Səhifəyə də dəstək olmağı unutmuruq.